Şəban ayı səlavatın fəslidir, səlavatın bəharıdır. Necə ki, mübarək Ramazan ayı Qur'anın fəsli bəharıdır. Ramazan ayında Qur'an nazil olub, Ramazan ayı Qur'anın bəharıdır. Şəban ayı Allah Rəsulunun ayıdır və Şəban ayı səlavatın fəslidir. Səlavatın həmişə çoxlu səvabı var. Amma Şəban ayında xüsusi savaba, mükafata malikdir. Allah Rəsulü buyurur ki, əksiru fi şəbanə minəs-salavat əla nəbiyyikum. Şəban ayında Peyğəmbərinizə çoxlu səlavat deyirsiniz. Səlavatın fəlsəfəsi, hikməti var. Səlavat çox mühüm məsələlərdəndir. Səlavatın əsas hikmətlərindən biri budur ki, biz öz rəhbərimizi sevirik, öz sevgimizi salavatın vasitəsilə ona çatdırırıq. Peyğəmbərə səlavat göndərmək, səlavat demək möminlərin vəzifələrindəndir. İmanın göstəricisidir. Mənəvi vəzifələrdəndir bizə səlavat demək. Yəni, bir adam ki, mömindir, özündə vəzifə hiss etməlidir ki, Peyğəmbərinə səlavat göndərsin. Salam və səlavat ilahi hökumətdə, yəni Allahın Peyğəmbəri, Allahın höccəti hakim olduğu bir yerdə rəhbərlərlə xalqın mənəvi bağlantısı hesablanır. Peyğəmbər kimdir? Allahın bəşər üçün göndərdiyi rəhbər. İnsanlar Peyğəmbərə səlavat, salam deyəndə, Peyğəmbərlə, bu ilahi rəhbərlə ki, yer üzərində ilahi hökuməti bərpa edir, rəhbərdir, mənəvi bağlantı yaranır. Təəccüblü və əhəmiyyət kəsb eləyən məsələlərdən biri budur ki, Allah Təbarək və Teala Qur'an-ı Kərimdə buyurur ki, İnnəlləhə, təkidlə, həqiqətən Allah və mələikətəhu, Allahın mələkləri, yusalluna alən-nəbiyyə, fe'li muzaridir, daim səlavat göndərirlər, salam göndərirlər Peyğəmbərə. Allah bu ayə-i şərifədə buyurur ki, mən özüm bu işi edirəm. Özüm edirəm bu işi. İnnəlləhə və mələikətəhu və mənim mələklərim də bunu edir. Ya əyyuhəl-ləzīnə amenu. Ey iman gətirənlər. Sallu aleyhi və sallimu təslima. Səlavat o gözəl əməldir ki, işdir ki, Allah özü də eləyir. O işi ki, Allah özü də edir, mələklər də edir və insanlara da, möminlərə də vəzifədir səlavatdır. Allah özü açıq-aşkar buyurur ki, həqiqətən Allah və onun mələkləri yusallunə, yəni daim, bir dəfə, iki dəfə yox, həmişə bu proses baş verir. Allah və mələkləri daimən Peyğəmbərinə səlavat göndərir və ey iman əhli, diqqət eləyirsiniz, Allah Quranda necə çağırış edir səlavatda? Səlavat göstərişin əmrin verdikdə buyurmur, ya əyyuhənnas, ey cəmaət. Çünki cəmaətin içində imanlı olan var, imansız olan var, kafir var və s. Allah çağırış edir, xitab edir. Ya əyyuhəl-ləzīnə amenu, ey iman gətirənlər. Yəni səlavatı iman əhli göndərir. İman əhlinə vəzifədir səlavat göndərmək. Çox gözəl bir məsələdir bu. Allah özü eləyir və deyir, ey mənim mömin bəndələrim, siz də eləyirsiniz. Bu əməldə biz
müştərəkük. Allah deyir, mən də göndərirəm, siz də göndərirsiniz. Çox geniş bir mövzudur. Salavatın irfani dərəcələri var. Bu mövzunun çox mənəvi şaxələri var. Bu xütbədə qısa olaraq bəzi hədislərə istəyirəm işarə edəm. Salavatın dünyəvi və uxravi, yəni axirət nəticələri, savabları, mükafatları var. Dünyəvi müsbət nəticələri var. İmam Rıza əleyhissalam buyurur. Deyir, hər kəs eləyə bilmir günahları üçün bir kəffara versin. Qədimdə hədislərdə, Peyğəmbər dövründə, imamların dövründə biz oxuduqda, hədislərdə, tarixdə müşahidə eləyirik ki, məsələn, bir kəs günah eləyib, gəlir Allah Rəsulunun huzuruna, deyir, ya Rəsulallah, günahkaram, Allah yolunda neçə dəvə qurban verməyə hazıram ki, Allah məni bağışlasın. Neçə qul azad etməyə hazıram, Allah məni bağışlasın. Bu kəffara adlanır. İstəyir Allah onu bağışlasın, istəyir nəsə eləsin. Var dövlətimin, məsələn, 1/3 verirəm ki, Allah məni bağışlasın. İmam Rıza əleyhissalam buyurur ki, indi bir adam günah eləyib, heç bir şey yoxdur elə. Nə qul azad eləməyə qüdrəti var, nə malı var, nə mülkü var. Deyir, belə olan halda Peyğəmbərə çoxlu səlavat göndərsin. Çünki səlavat günahların mənfi nəticələri məhv eləyir. Səlavat günahların mənfi nəticələri məhv eləyir. Günahlar bizi bədbəxt eləyib, qardaşlar. Günahlar insan beynin, insan qəlbin, insanın mənəviyyatını korluyur. İstəyəsən günahın ləkəsi də belə qalmasın. Deyir, səlavatı çox dönən. Bir şeyin yoxdur, günahlar kəffarəsi olaraq verəsən, deyir, çoxlu səlavat ki, deyə bilərsən. Bir misal yadıma düşdü. Uzun illər bundan qabaq oxumuşam. Deyir, zikirlər qələmə bənziyir. Məsələn, la ilahə illallah deysən, yazır. Subhanallah deysən, yazır. Deyir, səlavat o qələmə bənziyir. Başında pozanı da var. Bəzi karandaşlar görmüşsünüz, bir tərəfdən yazır, bir tərəfində də pozanı var. Deyir, səlavat bu cürdür. Həm savab yazır, həm də neyinir? Günahları silir. Xətaları silir. Allah Rəsulü buyurur. Əl-bəxilu, yəni bəxil kim adı? Bəxil kimdir ümumiyyətlə? Biz paxıl deyirik ürfüdə həsəd edən insanlara. Bəxil əldən bərk insanlara deyərlər, xəsis insanlara deyərlər. Əl-bəxilu kullul bəxil əlləzi izə zukirət indəhu ləm yusalli aləyyə. Peyğəmbər buyurur, həqiqi bəxil insan, əldən bərk, xəsis insan o adamdır ki, onun yanında mənim adım çəkilər, o salavat deməz. Bəxil budur. Səlavatı da əsirgiyər. Başqa bir hədisdə, hədis çatdırır ki, səlavat əməl tərəzisin nə qədər müsbət mənada, yaxşı əməl tərəzisin nə qədər ağırlaşdırır. Allah Rəsulü buyurur ki, ənə indəl mizan yevməl qiyamə. Peyğəmbər nə qədər mehribandır. Eləyə bilər desin də, dünyada siz elədiyimi eləmişəm demən. Ahirətdə gediz, deyir, yox. Qiyamətin günündə dayanacam əməl tərəzisinin kənarında. İndi əməl tərəzisi o demək deyir ki, orada tərəzi qurulacaq, yox. Bunun açılışları var, ara sıra biz demişik. Peyğəmbər buyurur ki, dayanacam əməl tərəzisinin yanında fəmən fəqulət səyyiatuhu əla həsənatik. Hər o adamın ki, günahları ağır gələ, yaxşı əməllərindən. Günahları da var, səvab işləri də var. Mömin olub, amma günahları da var. Ağır gəlir günahları. Deyir, hər kəs ki, bu cür ola, parantezlər zəlləm, o insanlar üçün əqidəsi düz ola. Peyğəmbər buyurur ki, Ci'tu bis-salati aleyye hatta usqila biha hasanatik. Mənə göndərdiyi səlavatları gətirib qoyaram onun yaxşı əməl tərəzisinə ağır gələr. Duanın qəbul olunmasında səlavatın müstəsna rolu var. Namazda qunut tutursan əvvəl salavat denən.
Rabbena atina hansı duanı oxudun, sonunda yenə salavat dinə. Namazdan sonra dua eləyirsən, süfrə başında dua eləyirsən, haçan istəyirsən dua eləyəsən, duanın adabından, ədəbindən budur ki, əvvəl salavat deyəsən və sonda da salavat deyəsən. Hədislər çoxdur bu barədə. Deyir, o dua ki, salavatla başlanır və sonunda da salavat deyilir, Allah salavatın ehtiramına ortada olan duaları qəbul edir. Çünki əvvəli də salavatdır, sonu da, axırı da. Həzrət Mövla buyurur, kullu duain mahcubun anis-sema hatta yusalli ala Muhammedin və alih. Mövla buyurur ki, dualar göylərə yüksəlməz. Nə qədər ki, Peyğəmbərə salavat deyilməyibdir. Yəni, dua edirsən, istəyirsən göylərə yüksəlsin, qəbul olsun, gərək salavatla göndərəsən onu. Yadıma yenə bir dünyavi bir misal düşdü. İndi elektronlu, belədir, yayılıbdır, elektronlu inkişaf edibdir, elektronlu poçtalar, məktublar, rəsmi məktublar bu cür gedib gəlir. Qədimdə poçtlar var idi də, insanlar oğlunu əskərlikdə məktub yola salardı, nə bilim, ya məktub gələrdi, qədimdə rus dilində deyim, pasılkalar gəlib gedərdi. Orada müəyyən indekslər, nə bilim, oranın adresi və s. yazılmalı idi ki, bu ünvanına çatsın. Düz yazılmayanda görsən qayıdırdı da. Paştolyon gəlirdi, qabaq paştolyonlar var idi. Gəlir deyirdi ki, siz nəsə qayıdıb da bu. İstəyəsən qayıdmasın, gərək salavatı qoyasan üstünə. Dua ki, qayıdmasın arxıya, geriyə, salavatla onu göndərəsən ki, qayıdmasın üstü və geriyə. Allah Rəsulü buyurur. Buyurur ki, hər kəs Peyğəmbər ali Peyğəmbərə salavat göndərsə, Allah onun 100 hacətin verər. 100 hacət. İndi bəzən olur ki, biz salavatı demirik, yazırıq. Alimdir. Kitab yazır, salavatı da yazdı ora. Ya salavat haqqında məsələn, kitab yazıbdır. Yazı yazıbdır. Ya indiki dövrdə, məsələn, hazırda biz xütbə eləyirik, salavat haqqında yazılır. Ya məsələn, internetdə, sosial şəbəkədə kimsə salavat yazar. Allah Rəsulü buyurur ki, hər kəs mənə bir kitabda salavat yazar, mələklər o adam üçün daim istiğfar edirlər. Nə qədər ki, mənim adım orada yazıda var, nə qədər ki, o salavat o kitabda, yazıda, o səhifədə var, mələklər onu yazan üçün daim istiğfar edər. Cümə günüdür. İmam-ı Baqir əleyhissalam buyurur. Cümə günündə mənim üçün salavatdan üstün bir əməl yoxdur. Cümə günündə mənim üçün salavatdan böyük, üstün bir ibadət yoxdur. Cümə gününün çoxlu ibadətləri var. Cümənin qüslü var, cümənin duaları var, ziyarətləri var. Amma Həzrət buyurur ki, salavat çox üstündür mənim üçün. Salavat siratdan nurdur. Qardaşlar, əzizlər, bizləri qarşıda çox çətin anlar gözləyir. Çox çətin anlar gözləyir. Bunun ölümü var, qəbiri var, sıxıntısı var, həşri var, siratı var. Sirat çox qorxulu prosesdir. Peyğəmbər buyurur ki, siratın qaranlığı var. İstəyəsən, görürsən, bax, zülmətdə yol gedəndə nə qədər çətin olur. Amma işıq olanda çox rahat olur. İstəyəsən ki, siratda nurun olsun, işığın olsun, Peyğəmbər buyurur ki, mənə salavat göndərmək nur olur siratın qaranlığında. Həzrəti Rasulullah buyurur, hər kəs hər gecə 3 salavat və hər gündüz də 3 dəfə mənə salavat göndərsə, Allah təbarək və taala həmin gecə gündüzdə onun bütün günahlarını bağışlayır. 3 dəfədən söhbət gedir. Bir çoxlu qardaşları mən tanıyıram, çoxlu salavat deyirlər. Ən azından 100 dəfə hər gün deyirlər.
Allah rəhmət eləsin Molla Ali Həmədaniyə. Axund Molla Ali Həmədani deyir, bir qoca gəldi yanıma. Qoca kişi. Gəldi, iman əhli olub ha. Gəldi ki, mən onun xums zəkatını hesablayayım. Gördüm ki, bu qoca kişidən nə gözəl ətfiri gəlir. Gördüm, çox gözəliyi gəlir. Soruşdum. Dedim ki, hansı ətirdən istifadə ediyorsunuz? Deyir, bu yaşlı adam. Dedi ki, bu ətir deyir. Bunun hekayəsi var. İndiyə qədər heç kəsə danışmamışam, amma sən ki mənim ağamsan, alimsən, sənə danışacağım. Bir gün yuxuda Allah Rəsulun gördüm. Gördüm ki, 10 nəfər, 20 nəfərdən əyləşmişik, Peyğəmbər huzurunda, mən də oradayam. Allah Rəsulu üst tutdu, bizə sual elədi. Sizlərdən kim mənə daha çox salavat göndərir? Deyir, mən əvvəl istədim deyəm, mən. Dedim, bəlkə məndən də çox salavat göndərən var. Peyğəmbər ikinci dəfə soruşdu, üçüncü dəfə soruşdu, heç kəs dinmədi. Allah Rəsulu qalxdı ayağa. Dedi, sən mənə daha çox salavat göndərirsən və mənim dodaqlarımdan öpdü. Yuxudan ayılandan bu gözəlliyi məndən gəlir. Cəmaət, insanlar elə bilirlər ki, mən hansısa ətirdən istifadə edirəm. Amma o ki, Peyğəmbər mübarək dodaqları ilə mənim salavat deyən dodaqlarımdan, ağzımdan öpdü. Ona görə bu iyi həmişə məndən gəlir. Çox mühümdür. Zahidlərdən biri çətin vəziyyətə düşmüşdü. 500 dirhəm borcu var idi. İmkanlı qardaşlar, kasıb möminlərə kömək ediyoruz. Fəqir insanlara kömək ediyoruz. Əl tutuz, əl tutmaq əlidən qalıbdır. Kömək ediyoruz. Dünyanın malı dünyada qalar. Heç kəs özü ilə heç bir şey apara bilmir. Zəkatuzu veriyoruz, xumsuzu veriyoruz, borc veriyoruz, sədəqələr veriyoruz. Tələbələrə, ruhanilərə, qumda, Nəcəfdə, Məşəddə kömək ediyoruz. Zindanda möminlərin, ruhanilərə, ailələrinə kömək ediyoruz. Mən bunları özümə vəzifə bilirəm sizə deyirəm. Nə var yığırsınız axı? Nədir? İnsana nə lazımdır? Yaşamaq üçün bir evim var, maşınım var. Ver də bu qalandan ver, artıqlarından ver. Niyə vermirsiniz axı? Allahın yaxşı bəndələrindən biri 500 dirhəm borcu var idi. Dirhəm, dinar yox, dirhəm, gümüş pul. Təvəssül elədi Allah Rəsuluna. Allah Rəsulu yuxuda buna buyurdu. Həzrətə təvəssül elədi. Həzrət yuxuda buna buyurdu. Dedi, get, Əbulhəsən Kəsai var Nişaburda. Get onun yanına, mənim səlamımı ona de. Bax ona Peyğəmbər salam göndərir. Və denə ki, Peyğəmbər məni göndərdi. Bu elə bir adamdır ki, hər il 1000 nəfər insana paltar geyindirir, yemək içmək verir, kömək edir. Belə bir səxavətli adamdır. Get ona denən. Sənin borcu versin, ödəsin. Əgər səndən bir əlamət, nişanə istəsə, çünki fırıldaqlar çoxdur axı. Gündə gəlib deyərlər, yuxu görmüşəm. Peyğəmbər məni göndərdi sənin üstüdə. O digər filan kəs məni göndərdi sənin üstüdə. Belə şeylər çoxalıbdır məxsus. Səndən əlamət, nişanə istəsə, deyərsən ki, Allah Rəsulü mənə buyurdu ki, o, yəni sən, Əbulhəsən Kəsai, hər gecə yatmamışdan qabaq 100 dəfə mənə salavat deyərdi, keçən gecə yadından çıxıb deməyibdi. Keçən gecə deməyibdi. Əlaməti budur. Zahid gəldi, yuxusunu danışdı, əlaməti də dedi, həmin adam getdi səcdiyə. Şükür elədi. Çox şad oldu ki, mənim o dediyim salavatları Peyğəmbər qəbul edib, Allah qəbul edib. Borcun nə qədədir? 500 dirhəm. Dedi, 2500 dirhəm verirəm sənə. Aha, Peyğəmbər göndərəndə bu cür eləyərlər. Və xahiş edirəm, diqqət elə, və xahiş edirəm ki, haçan ehtiyacın oldu, çəkinmə gəl. Belə kişilər olub, indi də var belə insanlar.
Səlavata nəzarət var. Səlavat Allah yanında ağır əməldir. Çox əzəmətli bir işdir. İllər öncə səlavat haqqında müəyyən mövzuları mən danışmışam. Bu xütbədə onu işarə etmirəm. Deyir, hər kəs, Allah Rəsulü görün nə buyurur? Hər kəs mənə səlavat göndərə, mənim ailəmə səlavat göndərməyəm. Allahümmə salli ala Muhammed və ala sahbihi və əshabihi və sair lahir özündən artıraq. Deyir, hər kəs mənə salavat göndərə, ailəmə göndərməyə. Həzrət buyurur ki, o behiştin iyini hiss etməz. Diqqət eləyin. Ülfüdə belə bir sözlər var. Deyir, məsələn, yəni tam arzu qalanlar arasında heç vaxt görməyəcəksən. Deyir, yuxuda görərsən. Nə bilim, iyin eşidərsən. Sən ancaq bunu yuxuda görərsən. Məsələn, belə ifadələr var. Peyğəmbər də buna bənzər bir ifadəni müəyyən hədislərdə istifadə eləyibdir. Allah Rəsulü buyurur ki, behiştin, cənnətin o qədər şiddətli, gözəl iyisi var. Uzun uzadı yollardan. Həzrət buyurur, 500 il insan yol gedə. 500 il yol uzaqlığından insan o iyi hiss eləyir. Deyir, amma adam ki, mənə salavat göndərir, mənim ailəmə, əhl-i beytə salavat göndərməyə bu cənnətin iyini hiss etməz. Yəni, cənnətə gedə bilməz də. İndi bu barədə çox maraqlı bir məsələdir, diqqət eləyin. Çox utanc verici hadisədir. Sihah-i Sittə, Əhl-i Sünnətin 6 səhih kitabında. Bu barədə rivayət gəlibdir ki, Peyğəmbər buyurur ki, mənə necə salavat göndərir. Diqqət eləyin məsələyə. Allah Rəsulü açıq-aşkar salavat necə olmalıdır buyurub onu. Buyurub onu ki, mənə nə cür salavat göndərir. Açıq-aşkar. Həm Əhl-i Şiyyə hədis kitablarında, həm Əhl-i Sünnətin məxsusən Sihah-i Sittədə. Həzrət buyurur ki, salavat bu cür deyir. Allahümmə salli ala Muhammedin və ali Muhammed. İndi təəccüblü, utanc verici məsələ nədir? Səhih Buxarıda, Buxari 5880-cı hədisdə Peyğəmbərə necə salavat deyilməlidir babında bu hədisi nəql eləyir. Bu hədisi nəql eləyir. Özü Ali Muhammed sözün gətirməyibdir. Diqqət eləyin məsələyə. Bir kitabdır Səhih Buxari. Onlar üçün çox mötəbər. Bir fəsili var ki, bir babıdır ki, Peyğəmbərə nə cür salavat deyilməlidir. O hədisləri orada gətirib ki, Peyğəmbər buyurur ki, mənə bu cür, bayaq dediyim kimi, kamil şəkildə Peyğəmbər buyurur ki, mənə bu cür salavat deyir. Buxari o hədisi də gətirir ki, Peyğəmbər özü buyurur ki, mənə bu cür salavat deyir. Amma orada yazır ki, sallallahu aleyhi və səlləm. Peyğəmbər buyurur ki, mənə nə cür salavat deyir. Deyir, sallallahu aleyhi və səlləm. Alihini gətirməyir. Nə deyəsən bu adama? Hə. Bir hal deyir ki, özü açıq-aşkar orada deyir ki, Peyğəmbərdən hədis gətirir. O hədisi gətirir ki, Peyğəmbər buyurur ki, mənə bu cür salavat deyir. Həmin anda belə xəcalət çəkmədən, öz hədisi gətirdiyi halda o alihini yenə oradan gətirməyibdir. Allahın verirəm öz izzət kərəminə. Bu Şaban ayında bizləri salavat deməyə müvəffəq eyləsin. İnnə əhsənəl hədis və əbləğəl məvizə Kitabullah Əzzə və Cəl. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Allahus saməd. Ləm yəlid və ləm yulad. Və ləm yekun lehu kufuven əhəd. Sadaqallahul aliyyul azim.